Kaç böyle diyorum. Bunu basından alayım.
ticaret merkezi. Ne istiyorsun sen? Да, вот мой брат совершил перелом, а не брат. В целом, мы теперь у нас вообще не идет. Это вот тоже... Потому что Пока да, пока. Вот у фиброцемента есть, грубо говоря, видимо, капельные закрутки. Есть, например, такой. У нас крабик. То есть делают 45 градусов. Силиконится, вставляется крабик. Да? Раньше же... Как выставка проходит? как? Выставка как проходит? Замечательно. Замечательно. На Какие? высшем уровне. То, что вы ожидали, есть? Что именно? Все. Неопределенное. Соглашение есть уже? Ну, пару соглашений есть. Вот да. Надеемся на лучшее. В данный момент они что там делают? Сейчас. Материалы выготовляют? Да, Ладно. чувствуется. Это откуда представители? Представители откуда? Азербайджан. Азербайджан. Вы с Азербайджана, а вот те, которые... А? С Россией. С России. Так. İtalyan. Это просто она в аноде. Если мы красим с одной стороны. А так она анодируется, естественно, с двух сторон. Yatırımda kasasa dolaşma. O şey eski dolaplar gibi var. Kızların şeyden yapıyorlar. Ne diyorlar? Çay çayla kapatırım ben. Черный поставил. Dolgostu burada. Çok güzel değil mi? Çok güzel. Носите так пока. Celil bence görsün. İnternet görsün ya. Celil. Bana göre kendime. Gönderdim ben de yapacağım.
Bu general. Amcam da Cemil için çekmesin. Sadece kaçan. Ko'rsatdi-da u odam. Qaytib olib keldi. Это там, чтобы переговоры идут, да? Да, переговоры. Деньги будут, значит. Деньги есть. Как говорят. Это завтра на сайте посмотрим. Вы сайты Спасибо. Спасибо большое. Завтра на сайте, вечером. Здравствуйте. Как вам выставка? А? Можно, пожалуйста, Azərbaycan bilir o. Hə? Türkdür, Azərbaycan. Necə oldu? Sərgi necə oldu? Xoşunuza gəldi? Oo, Azərbaycan, ne güzel. Her şey qaydasındadır, şükür Allah'a. Çok güzel geçir. Yani müşterilerimiz de kifayet kadar var. Var müştəri. Bəli. Sağ olsunlar, gelirler, soruşurlar, axtarırlar, tapırlar. Siz hardansınız? Necə? Siz hardan? Bakıdansınız yoxsa Şəxsən, bəli, Bakıdan. bu Özbəkdir? Bəli, bəli. Yaxşı. Uğurlar. Sabah saytda baxarsınız. Buyurun. Buyurun. Çok sağ olun. Hem foto hem video sabah akşam. Sağ olun. Senin Sen qarasın. çok karasında. Düz bir yerde. Sen qaralar sevmirsən. Çok karası. Hamı ağarı bizce sen kalmışsın. Sağ ol. Geçer, hayırlı olsun. Sağ ol. Geçer, hayırlı olsun. Здравствуйте. Вы откуда? Турецкая компания. Турецкая компания. Салам алейкум. Может, самого главного вызвать вам? А? Может, самого главного вам вызвать? Нет, мне нужно, вы достаточно, если у вас есть какие-то отвечать на вопросы, как вам выставка? Вы оба в кадре. Нормально. Я выступаю в этой выставке уже, наверное, 10-й год. Ежегодно участвую, стараюсь участвовать, потому что рынок надо держать постоянно в обзоре, чтобы быть на плаву, как говорится. Чтобы всегда было деньги. Да, но я вам скажу, первые, может быть, даже несколько лет дача была никакая, но я не из тех, которые быстро ломаются, поэтому... Ну, экономичнее, чтобы было. Вот эти дороги, вот которые, вот это, вы эти дороги строите или кто? Мы дороги не строим, мы уже построенные дороги делаем безопаснее для движения. А то, что вот авто. по краям, да, Да, ставят? то, что по краям дорожное ограждение. Ага. Для чего это нужно? Чтобы машина не съезжала с дороги. Если это опасная дорога, то она чтобы не съезжала. Если это противоположное движение и на разделительной полосе, чтобы не было ударов на собой. Это все Ясно. ограждает дорожное ограждение. А вот дороги, которые наши строят, это азербайджанцы строят, это что, нормально или нет? Хорошие Нормально, дороги? хорошего качества дороги. У вас тут строят турецкие компании, строят азербайджанские компании. И строят Ну, хорошо. то, что турецкие строят, это я знаю, как они строят. Но как наши строят? Хорошо строят. Да? Да. Верить вам? Да, потому что есть за границей компания, например, не знаю, можно называть или нет, компания «Азмир» находится и строит еще в других странах, значит, она строит по мировым стандартам. Компания «Евроскон» тоже за границей строит, проекты делает. Поэтому азербайджанские компании уже на уровне мировом. Очень хорошо. Удачи вам.
reduce. But if your sollecitazione, if your force in the structure is in transversal, in the structure, you need to increase the steel between the steel because the shear strength in the steel and the elastic model in the steel is more than this one. You increase the steel when you change the design, but you need to change the design. You cannot take the design steel and change with fiberglass. Just trying to get the benefit from this. The benefit, Structural calculations. the benefit state that Main the compared to- strength is very light. It's very light, not because you reduce the weight. Weight of And, my building, so about the concrete side. And you can reduce the cover because you don't have problem of cover. You reduce more the weight and the cover of your structure. It's more than a river. Stress. The pull-out force is we have more than the steel. We use the paper base, and so it's more than the steel. And the capacity of the fiber to keep with the concrete is more than the steel. So I can check your internet site to see your Can we reference have also building, your right? business You card can or check, something? yes, of course. You can check there. There are something we are make the website, but you can send me email and I send you all information. You don't find the data sheet of the material, but if you ask, we send very soon. Okay, thank you so much. Can I have your contact? So I can- Business card var. If you Var, have a var. card, it's a Это var, card. это var. Card, Var. Thank you guys. This is a construction. It's a German company. Drainage company. Drainage. From Germany. Okay. Our factory in Germany. Yeah, we sell the factory. yeah, wastewater pumps, drain separators, Drain channel. drains, channels. Yeah. Also, we have too many brands. We have like so many brands. So we sell everything. And you follow the Turkey market, the Turkish market. Yeah. Hə, Rusca danışırıq, Azərbaycanca. Azərbaycanca. Yerli. Necə keçir sərgi? Uğurlar var. Kimdir sizdə daha çox məlumatı olan? Gəlin gedim Zaur müəllim orada narahat edin. Oturub? Yaxınlaşın mənim. Oturandır. Nə çox adamla oturub o. Zaur müəllim. Salam aleyküm. Zaur müəllimsizsiniz də. Necə keçir sərgi? Möhtəşəm. Yaxşı dəyişik. Müqavilələr var. Yox, burada müqavilə bağlanmış, müqavilə sonra oldu. Danışıq olur da heç olmasa. Mən bu yolları gördüm 2-3. İtalyanlar bir iki dənə danışıq aparır. Yox, hələ real bir şey yoxdur, amma yaxşıdır hər şey. Nəticə var da. İnşallah olar. Fərqi var əvvəlki sərgilərdən. Biraz zəifdir. Zəif. Zəifliyi nədə görürsünüz? Ümumi iştirakçı sayısı, İştirakçı. elə gələnlər, yəni əvvəlkilərdə biraz zəif. Onda reklam olunmur. Lazım qədər reklam getmir. Bəlkə. Dəqiq orası bilmirəm, amma Ya da tədbirə qalır. keçən ilklərlə müqayisədə biraz daha zəifdir. Bax, məsəl üçün mən buradan sabah çıxıram Xancəndə. Orada da şəhər salma var. Böyük tədbir keçir. Mənə elə gəlir ki, təşkilatçılıq çox zəifdir. Yəni ki, reklam. Bilmirəm orasını, yəni təşkilatçıda bir problem yoxdur, hər şey yaxşıdır. Yox, buranı deyirəm təşkilat, amma reklam olunmur. Deyirsə adam yox. Mən özüm görürəm ki, adam azdır. Bu gün birinci gündə adam azdır. Nisbət keçən dəfəkindən müqayisədə nisbət yox. Uğurlar. Sağ olun.
Tam rola gelir. Salam aleyküm. Necə keçir sərgi? Əla keçir. Biri əladır, biri qəşəng. Hansına inanaq? Burada məlumatı olan ən çox adam kimdir? Siz onu göstərin, mən gedim onun üstünə. Odur. Şirkətin müdürü sizsiniz. Nəyin? Buranın. Nəyin? İşçiyəm. İşçisiz. Ən çox məlumat olan sizdədir. Burada əsas söz deyən adam kimdir? Burada oturanlardan var. Onlar niyə? Təəssüf ki, çıxıb qırağdadır. O neyin illər ki, onlar orada otururlar? Bunlar bizim qonaqlarımızdır Belarusiyadan. Malla tanış olurlar. Bizim əməkdaşlarımızdır da belə deyim. Bizim şirkət lift şirkətidir və biz digər Belarusiyada olan lift şirkətinə əməkdaşlıq edirik. Ona görə də onları dəvət etmişik sərgimizə. Aha. Aydındır. Mənə dəvət eləməmisiniz. Bilsəydi eləyərdik. Tak, bunu götürmək olur da. Bəli, təbii ki. Sən çox gülürsən. Səndə nə isə məlumatlar çoxdur. Hə? Əlavə olaraq bunu da götürürəm. Sağ olun, təşəkkür. Təşəkkür. Gözlüklər çıxdı stansiyada da harap var. Onlar gözlüklər ki, harap var. Так. Куда-то мы идем. Здравствуйте. Здравствуйте. Вы что можете сказать о выставке? Выставки Да, вам понравился выставка? стараются, да, нормально. Нормально? Вы откуда сам? Мы из Азербайджана. Из Азербайджана? А где Беларусь? Харизлерden de o. Да буду. Здравствуйте. Здравствуйте. Как вам выставка? Отличная выставка. Так, у вас флаг Белорусский. белорусский. Я да. генеральный директор холдинга «Могилев Лифтмаш». Ага. Мы занимаемся вот уже 60 лет производством лифтового оборудования. Здесь вместе с нашим партнером, компанией «Вертус», мы представляем продукцию, которую мы вместе выводим на рынок Азербайджана и дальше собираемся выводить на рынки третьих стран. Очень хорошо. Вы довольны выставкой? Довольны. Какие-нибудь Ну, конечно, да. Как говорится, контракты любят тишину, но в целом очень много состоялось продуктивных переговоров. Есть переговоры, да? Спасибо, да. Да, очень хорошо. Салам алейкум. Здравствуйте. Вы азербайджанец или Что говорите? вы русский? Русский. Так, как вам выставка? Что как? Выставка вам как? Понравился? Выставка нравится, да. Чем она вам понравилась? Разнообразием. Переговоры Организацией, есть? Организацией, конечно, есть. Организация. Вы были до этого в предыдущих Были выставках? уже в Азербайджане не в первый раз. А есть разница, чем которым до сих пор было и сейчас вот проводится? Ну, по ощущению посетителей сейчас больше. Больше посетителей? Ну, это по моему ощущению, да. Переговоры были у По вас? крайней мере, на нашем стенде точно больше. Переговоры были? Безусловно, были и на уровне власти Вы из Беларуси, по-моему. из Беларуси. Очень хорошо. Очень хорошо. Там тяжелая индустрия, больше развита, по-моему, нет? Все в сравнении, да, познается. Да. Сейчас, подождите. Salam, bura hansı ölkədəndir? Azərbaycan. O yoldaş da Azərbaycanlıdır. Türkdür. Biz Rusiya Azərbaycan da bilər. şirkətinin rəsmi nümayəndəsiyik. Haranın? Promşterik şirkətinin rəsmi nümayəndəsiyik. Ha, çox gözəl. Bəli. Bəydə Promşterik şirkətinin. Bu su niyə axıb gəlmir orada tökülmür? Demək yaxşı işləyir. Demək yaxşı işləyir. Məni çəkirsən, yaxşı edirsən. Uğurlar var. Uğurlar var, danışıqlar var, gedir. Sərgi axı danışıqlar üçün daxı, yeni sifarişçilər üçün, düzdürmü? Var elə bir söhbətlər.
Bu ayda Kənan bəyiniz var. Canan Bey. Oldu, biz aktar toparıq Canan Bey. Buyurun. Sabahla akşam. Başqa sahələrdə süper ola bilər. Amma mən bax onu qəbul edirəm. Mən sizə sallayıram. Ona 10 ilə yaxın düzələcək. Mənim özümdən başa düşdüyüm bir şey var. İnsan yerli bazardakı rəqiblər düşür. Heç çıxmır yerli bazar. Yerli bazar edir. Bu müddəti. O satır bu mənim milyon dənə aylar. Onu satsın. Sən də 100 min lira, 200 min lira keyfiyyətli malsın. Çıxma yerli bazar. Sata, gedib bunu sata Dubaya, gedib sata Rusiyaya elə bir başa. Avrupaya. Avrupaya. Keçim sizin yeriniz. Necədir işlər? Çox sağ olun. Uğurlar var. Şükür, yaxşı. Onlar danışıqlar aparır. Bəli. Hazır harandır? Bizimkilər də yoxdur. Kimdir? Bizimkilər. Nəticələr var, nə nəticə var? Nəticələr ürək açandır. Hə? Ürək açandır. Sərgi, ümumiyyətlə razısınız sərgidən? Bəli, razıyam. Yerli bazarda dəmirlə istehsal edənlər var. Bunu mən asinkomunu eləsəm, ən azı 2 qəpik. 2 qəpik böyük rəqəm. Bir tüpü. 2 qəpik çox böyük. Çox böyük. Və gözümün qabağında baxıram ki, Kaspiyan istehsal eləyir, aparıb ayda 50 min lira, 30 min lira, 100 min lira satır. Niyə satır? Müştəriyə deyirəm ki, qardaş, məndəki mal daha keyfiyyətlidir. Deyirəm şimdi neyirəm? Olsun bunu divara dəfələrlə. Deməli, sizin müştərilər bizim müştərilər. Baxın da, bizim Azərbaycanın potensialı var. Heç razı. Valla mən Sabah akşam sayı. Yəni malların hamısı Video. içində potensial olduğu, keyfiyyətini bildiyim bir məhsul var. Bu malı istəyərəm ki, daha keyfiyyətli istəsin. Aha. İstəyərəm. Mən şəxsən zövq alıram. Mən malın gözəlliyindən, malın keyfiyyətindən zövq alıram. Şundan bunu keyfiyyətli eləsən, bugün satıram ayda 100 lira. Mən bunu daha keyfiyyətli eləsəm, mən heç burada ayda 20 lira satıram. Olmaz bir yeri olsun belə. Hem belə olmalı. Dəlisi Dəlisdəki əlaqələr çəksin. Amma mənim söhbətdə bir dənə mənim xoşuma gəldi. Tez gələ bilirsən. Nə qazanır özündən, nə qazanacaq, nə maraqlı deyil. Maraqlıdır. Mənim üçün maraqlı. Adam belə qalır, insan bir günü birəsindən qazanacaq. Mən ümumiyyətcə maraqsız. Başına o aparatı buraya da şeydə olmur. Böyle bir həmin almaq. Məndə maraqsız. Mən bunu 50 min xərcləmişəm ki, təbii ki, mən bu qazanmışam orada. Bu qazanmasam, əsas təsəvvür edin ki, mən neçə il işləməliyəm, ən azı 1 il, 2 il işləməliyəm ki, mən yalnız doyduğum pulu çıxarım. Üzr istəyirəm, müdaxilə edeyim. Sərgidən razısınız. Bəli, bəli. Çox gözəl. Danışıqlar gedir, yaxşı. Danışıqlar gedir, müştərilər də gəlir. Var müştəri? Şükürlər olsun, hər şey əlaqəsində. Əvvəl də sərgilərdə olmusunuz. Bəli, bəli, olmuş. Fərq varmı əvvəlkilərlə indi? Demək olar ki, eynidir, amma yaxşıdır. Razıyıq. Zəif deyil əvvəlkilərdən. Biraz ola bilər ki, insanların sayı baxımından zəifdir. Təbliğata görə. Belə stendlər falan hər şey yüksək səviyyədədir, amma keçən sərgidə məsəl üçün ziyarətçilərin sayı daha çox idi.
Aha, bax onu Nəinki bilmirəm. bu şəkildə. Bəlkə biz onu belə görürük, ola bilər. Bəlkə də statistikaya baxsaq, Bu gün birinci gündür, amma adam demək olar ki, statistik göstəricilərə baxsaq, bəlkə də həqiqətən də daha çox gəlir. Amma bir stend sahibi olaraq, iştirakçı kimi biz onu hələ ki görmürük. Amma belə pis deyil, qənaətbəxşdir. aydın. Своим по-русски или по-азərbaycanski знаю? Как хотите. Azərbaycanski знаете, да? Так, bu sərgidən nə xoşunuza gəldi, nə razı qaldınız mı? Hə, Tərtibat yaxşıdır. buyurun. Panellər daha çoxdur, maraqlıdır. Bir də xarici qonaqları gözləmirdik, onlar çoxdur. O təqdirə layiqdir. Mən yaxşı iş görürəm. Xarici qonaqlar əvvəlkinə nisbətən çoxdur. Yəni. Tikinti sərgisində bəli. Tikinti sərgisində bəli. Digər sərgilərdə daha çox olur, amma tikinti sərgisində gözləmirdim xarici qonaqları. Əvvəlki sərgilərdə olmusunuz da? Bundan Bəli, əvvəl. çox olur. Fərq hiss edirsiniz? Fərq var əlbəttə. Müsbətlə. Getdikcə hər dəfə daha çox. Biz elə bir şey gedirik də başqa yerlərə, təcrübə alırıq, o təcrübəni öz ölkəmizdə tətbiq edirik. Aydın. Uğurlar olsun sizə. Sağ olun, təşəkkür ederim. Saytda baxarsınız sabah axşam. Axşam, sabah axşam. Ben onu sizinle gelirim, ben maşınsın. Güven dedim, karnına gelin, Turkat'a. Bunlar. Proje bazında adamla çalışmak. Tabii yani gidecek gelecek ya fiyatlar çok önemli. Ama İbrahim bilirsiniz. Ha, çox gözəl. Salam aleyküm. Merhaba. Necəsiniz? İyiyim, siz nasılsınız? Mən də deyirlər yaxşıyam. Sərgi haqqında nə deyə bilərsiniz? Sergi umduğumuzdan daha iyi.
Gözlədiyinizdən daha iyiydi, hə? Çünkü daha önce böyle düşünmemiştik ama Aha. da ilgi daha fazla. Müqavilələr, danışıqlar varmı? Tabii ki çok fazla. Yani şu an için biraz günün sonu geldi ama gün içerisinde bayağı hareketliydi. Hareket. Hoşumuza gitti tabii. Aha. Yəni uğurlu nəticələr var. Göreceğiz yakında. Tohumları attık, ekinleri bekleyeceğiz. Əlbəttə, əlbəttə. Çox gözəl. Uğurlar arzulayıram. Sen ne zat istesen bizde var. Bir yere beton. Yorum yazsın. Şeye sensörü var ha. Tam demesen. Jet sağ veriyor ha. Biri var bak, siz kilitleneceği yok. Çok Heç vaxt qəsəbənin içərisində artıq hər bir səhər saat 8-də bütün buzağı göstəriyor. Heç hazır belə deyirsən ki, Ama siz sözü zorda işte sizde. Mesela bu yolda təşkil şubəsini deyə bilərsiniz də. Çünki bəzi ərazilər var, biz şəhərin mərkəzini biz dəyişirik, baxıram, kənar ərazilərə çox üstü durmuşuz. Bu yolda təşkil şubəsini. Salam əleykum. Mən belə başa düşdüm ki, bu sərgi haqqında məlumatı sizdə almalılar. Bəli, almalılar. Nə deyə bilərsiniz sərgi haqqında? Sərgi haqqında Bu xanım sizə kömək eləmək istəyir, gəlin, yaxına gəlin zəmin. Mərkəzimiz barədə məlumat verə bilərik. Mərkəzi çəkin məlumat versin. Hə. Ümumiyyətlə, siz necə bu sərgidən razısınız, gəlirəm. Razısınız sərgidən? Bəli, əlbəttə ki, razıyıq. İntellektual sistemlərdir. Bəli. Daxilən lazımdır. Xidmətli. Aşağı şəkildə görürsən. Burada məsəl üçün mən birinci dəfədir sərgidə belə bir şey görürəm. Bu nə ilə əlaqədardır? Yol hərəkətinin təşkilidir. Bizdə Şəhər salmada. bəli. Şəhər salmada. Aydındır. Növbə sizə çatdı. Buyurun, eşidirəm. Nəqliyyatı intellektual. Sərgidən razısınız. Əslində yəni ziyarətçilərdən soruşmaq lazımdır ki, onlar razıdırlar. Siz Yox. razısınız, biz də razıyıq. Mən sərgilərdə çox olmuşam. Zəiflik hiss edirəm. Zəiflik hiss edirsiniz. Hə. Basaba indi biz Xan kəndinə çıxırıq. Orada şəhər salma. Siz gedirsiniz də oraya, ya getmirsiniz? Yox, biz sadəcə burada, biz Bakı şəhərin mərkəzində fəaliyyət göstəririk bizim idamız. Yəni mərkəzdə gördüyümüz işlər barədə vətəndaşlara məlumat lazım. Hə, burada, Bakıda. Bəli, şəhər. Aydındır. Ümumiyyətlə, nə təsəvvür yaradır bu sərgi sizdə?
Olmusunuz indiyənə qədər sərgilərdə? Bu cür Bəli, təqdimatlar eləmisiniz? Bəli. Fərq varmı əvvəlkilərlə indikilər? Açığı biz hələ ki başqa stand. Yox, mən demədim mənfi hal. Mən Sizin nisbətən zəifdir. zəif ona görə ki, mən çox görmüşəm. Ona yəqin ona görə. Hə, ola bilər. Siz iştirakçı kimi ola bilər də siz çox gəlirsiniz. Siz bəlkə yəni Azərbaycandan nəzərdə yoxsa xarici ölkələrdən nəzərdə tutursunuz? Xaricdə də burdadır. Ola Yox, xariclə bilər sizin təcrübəniz daha çox. xariclə biraz mən çox sevirəm. Sağ olun, sizə uğurlar arzulayırıq. Sabah axşam saytda baxarsınız. Həm fotosunu, həm də ki videosunu. Ha, Arkoz olarak. Arkoz'dan güzel Korku da aldı. Yani daha sonra öyle bir ama korkunun adı değişti. Onda arkada. Sen ben... Çok adam. Kazak seversen Bu arada Melenese'de Şivan Bey'le. Yoksa? Yok. Ha. Yaxşı olar. Hiçbir şey. Səhər biz yaxınlaşarıq sizin Çok sağ olun. İnşallah sabah en gücü dağılırsın. Bir de şeyde var, bizim Toya'da var, Magro Stipendisi. PMD'nin psikoloji. Orayla da tanış olabilirsiniz. Ersan Bey var, orada satış yapıyor. Çıxışlar solda. Yok bildim. Sizin istəyirəm müdaxilə edirəm. Sərgi haqqında fikirlərinizi bilmək istəyirəm. Bu sərgi həqiqətən xoşgörümlü oldu. Yəni Borusan firmasına dərin təşəkkürlər edirəm. Bu birinci görüşüm deyil. Baxmayaraq ki, bəzi əməkdaşlarla telefonda danışmışdım. Üzlə görüşüb tanış olmağımız bu günə, bu dəqiqə qismət oldu. Magro Construction adından, öz adımdan Borusan ailəsinə dərin təşəkkürlərimi bildirirəm. Çox sağ olun. Sizin bu sərgi haqqında fikirlərinizi bilmək istərdim. Zəmidə onu sonra keçəndə. Buyurun. Keçin. Məndən yaxşı Aqil bəy danışır. Aqil bəy deyirlər siz daha çox bilirsiniz. Sərgi belə deyim də, əsasən Qarabağın yenidən qurma işləri olaraq ələ alsaq, həqiqətən Qarabağı dünyaya tanıtmaq naminə yaxşı sərgidir. Niyə? Çünki hələ yenicə belə deyim də, torpaqlara yenicə qovuşmuşuq və bu qısa zaman ərzində orada özəlliklə inşaat sahəsində yəni çox böyük işlər görürük. Bəli. Mən 2 gün bundan əvvəl orada olmuşam. Orada böyük tikinti meydançasıdır. Ağdamdan tutmuş Xan kəndinə görə. Bizdə 2021-dən, yəni 22-dən böyük tikinti mi? Hara baxırsan tikili tikinti gedir. Mütəmadiyyən gedib gəlirik, oradakı inşaat şirkətlərindən də mütəmadiyyən işləyirik. Bütün böyük layihələrdə bizim texnikalar, generatorlar orada istifadə olunur və bizdə işləri görmək baxımından daimi gedib gəlirik. Yəni 2 həftədən bir hər ay gedirik.
və hər ay yox, hər həftə yox, hər saat orada inkişaf, yəni durmadan inkişaf gedir, infrastruktur inkişaf edir və inşallah daha da yaxşı inkişaf edəcək. Belə sərgilərdə təbii ki, həm daxili kommunikasiya, həm də xaricdən gələn qonaqların, belə deyim də, Azərbaycandakı həm şirkətləri, həm də Qarabağı tanıması açısından məncə önəmli bir sərgidir. Ümid edirəm verimli keçər hər bir iştirakçılar üçün. Çox gözəl. Siz indiyənə qədər sərgilərdə olmusunuz? Bəli, bəli. Bu sərgi ilə əvvəlki sərgilər arasında fərq nədə var? Yox, elə nə fərq var deyəndə, bir fərq var ki, burada elə bir daha belə, nə deyim, vəhdət var. O vətənpərvərlik duyğusu niyə o aura bu sərgidə sanki daha çoxdur. Yəni, o ilə qaz sərgisindən ziyadə. Bir sərgidəki Qarabağ adı varsa, bəli. Onun arxasında bir sorğu-sual yaranmalıdır. Bəli. Kesinlikle. Razıyam. Çox gözəl. Sağ olun. Yok, hariç bir ders. Sərgi haqqında təəssüratlarını bilmək istəyirəm. Sərgi haqqında təəssüratlar necə deyə bilərlərmi? Öz dillərində. Yani راجب نمایشگاه به زبان فارسی که مثلا چطوره نظرتون رو بگید. تعارف نکنید بگید. شما به زبان آذری بفرمایید. پیش یاتا. I'm not very good with camera. Güzel. Kamerada yakçı görsem Yok, çok qəşəng böyle bak. Ha, bu böyle Ali. Camera is scary. Yok, çok ne qəşəng görünür. Ha, anladım. Ben izleyeyim. من نمی‌تونم واقعا نمی‌دونم. سرگی haqqında خیلی təəssürat. نمایشگاه خوبیه، دست دولت آذربایجان درد نکنه واسه این نمایشگاهی که تدارک دیدن. ما خیلی خوشحالیم که از ایران تونستیم بیایم در این نمایشگاه شرکت بکنیم. دست آقای علیوف درد نکنه. Thank you very much. Təşəkkür. Prezidentə təşəkkür edirik ki, bu sərgini bərpa eləyib. Biz də gəlmişik bura. Çox gözəl. Siz hardansınız? Mən indi deyəcəm. Bunları siz təşkil qurursunuz da? Bəli, bəli. İdman meydançalarının tikintisi, komplekslərin təchizatı, idmanla bağlı bütün məhsul və xidmətlər mövcuddur bizdə. Çox gözəl. Siz özünüzü təqdim edə bilərsiniz? Bəli, Telman Hacızadə, şirkətin satış meneceri. Çox gözəl. Sərgi haqqında nə deyə bilərsiniz? Təəssüratlarınız necədir? Sərgi, belə deyim də, hələ ki birinci gündür. Birinci gün olmasına baxmayaraq, bir xeyli adamın gəldiyini görürük. Stendimizə də bir çox şirkətlər olsun, fərdi vətəndaşlar olsun, bir çoxları yaxınlaşır. Yəni, inşallah xeyirlisinin olmasını diləyirik. Danışıqlar olur mu? İlkin danışıqlar varmı? Layihələr, ümumiyyətlə, yəni məhsullarımızla, xidmətlərimizlə maraqlananlar çox olur, bəli. Yəni, müqavilə gözlənilə bilər də? İnşallah, onu hələ demək tezdir. Hələlik məlumatlarımızı paylaşmışıq, vizit kartlarımızı ötürmüşük. Növbəti günlərdə, dövrlərdə yəqin ki, müraciətlər olacaq. Çox gözəl.
Əvvəllər sərgilərdə olmusunuz? Bəli, olmuşum. Azərbaycanda yoxsa xaricdə? Azərbaycanda sərgi iştirakçısı olmuşuq. Xaricdə isə sərgilərə belə deyək, ziyarətçi kimi getmişəm. İştirakçı kimi əvvəlki sərgilərdən bugünkü sərginin fərqi nədədir? Biz ondan öncəki illərdə də Bakı Bild sərgisində iştirak eləmişik elə. Yəni konsept olaraq demək olar ki, eyni tendensiyada gedir. Yəni çox böyük bir fərq olduğunu deyə bilmərəm. Ziyarətçi çoxdur yoxsa azdır? Ziyarətçi var. Bugün birinci gün olduğu üçün kifayət qədər ziyarətçi var. Əvvəlkilərindən fərqlənir də yəqin ki, əvvəlki sərgilər. Deyərdim ki, yəni demək olar ki, eyni səviyyədədir. Çox böyük fərq olduğunu yəni mən o dərəcədə hiss eləyə bilmərəm. Yəqin ki, sərgini təşkil eləyən şirkət onu daha yaxşı analiz edir. Aydındır, çox gözəl. 2 dəqiqə. Yarısından da barın uçaklar yok. Ben de sizin mesela. Öyle şey. Şimdi bu da oradan takım gelipti. Görmüş adamlar kime zence yani. Milan'da. Yani sen nasıl? Sen bana deyip başlasın. Ben başlasın da yer yok. Hatta şey var ya. Güzel. Adı şey. Yok şey. Niye yok şey diyenler? Ne diyorsun? Hala korkular danışma. Qorxulu bir şey yoxdur. Evet, buyurun. Mən bilmək istəyirəm sizin sərgi haqqında təəssüratlarınız. Sərgi haqqında deyə bilərəm ki, sərgi yəni normal keçir, amma etirazım bir şeylərə var. Məsələn, xırda şeylər. Dura bilərsiniz, bu hamısı fonda görürsünüz. Hə, şok. Yəni saat 6-dır, hələ buradayıq. Hə. Sərgidə ortada, yəni deyim ki, yüksək səviyyədədir, yox. Aşağı səviyyədədir, yox, orta səviyyədədir. Yəni normal. Elə bir Əvvəl sərgilərdə olmusunuz? Biz Behruz firması olaraq 20 ilə yaxın sərgilərdə iştirak eləmişik. 20 il. Bu sərgi əvvəlki sərgilərdən fərqlənir? Yəni zəiflik var yoxsa? Yəni, təbii ki, zəifdir. Əvvəlki sərgilər daha maraqlı idi. İndi bilmirəm səbəbi. Nədəndir? Səbəbi nədən? Mən elə fikirləşirəm ki, biraz ilgi yoxdur. Yəni bu gün sərgi açılıbdır. Məsələn, mən görmədim ki, sərginin bir kimsə gəlsin, açılışını eləsin. Hə, açılış olmadı. Açılışı mən görmədim. Oradakı yəni kimsə yuxarıdan gəlsin, burada bir əvvəlki sərgilərdə bir motivasiya var idi. Bax, stenddə oldum. O türklər də dostlarımız onlar dedi ki, Türk böyük elçiliyindən adam göndərmişlər. Stendlərimizi ziyarət edirlər. Adamlar özlərini xoşbəxt hiss edirdilər. Niyə? Elçilikdən gəlirlər, onların sərgilərinin, stendlərin. Bəli. Motivasiyadır. Əslində onlar onlara heç nə vermir. Ancaq bir ilgi göstərirlər. O ilgiyi görmədim. Başqa da öyle bir şey yok. Əvvəldə bir ola bilsin ki, bəlkə də internet falan belə çoxalıbdır. İnsanlar daha bilgilərə daha çox... Bəlkə reklam yaxşı olunmuyor. Bilmir, yox, reklam elə Təşkilatçılıq, reklam. Deyil, həmişəki kimi onlar eləyiblər, amma ola bilsin ki, biraz da internetin təsiri var. Yəni insanlar daha rahat istədiyini informasiya ulaşa bilirlər. Yox, burada gəlib görmək başqa şeydir. O var, təbii başqa şeydir. Amma bir də var ki, insanlar özlərinə əziyyət vermək istəmirlər. Da deyir ki, internetdən mən onu tapa bilərəmsə, niyə bura gəlir? Əvvəllər o yox idi, məcbur gəlirlər. Amma qismən də olsa, hardasa internetdən baxıb tələbatdan ödəyirlər. Danışıqlarınız olub mu? Müqavilələr varmı? Elə bir Cəmaət bir təzə material gətirmişik Fomidən. Məsələn, içində 6-cı nəsil yeni fasad üzüklərdir. Dünyanın Azərbaycanda yoxdur. Əsas ilgi o materiallar göstərirlər. Fasad üzüklərdir. Ümumiyyətlə dostlardır, ziyarət edirlər, görüşürük, dərdləşirik. Yəni fikir paylaşırıq. Aydındır.
qaldı. Kağıt qaldı. Nəyiz qaldı? Aspex MMC olaraq 2008-ci ildə yer örtükləri sahəsində fəaliyyət göstəririk. Mağazamızda müxtəlif növ yer örtükləri, hansı ki, kavralit, linenium, süni qazon, tatami, paspas, rezin döşəmə kimi məhsullar var. Məhsulların hər biri idxaldır. Xarici ölkələrdən İran, Özbəkistan, Türkiyə, Belçika, o cümlədən Çindən ölkəmizə gətirilir və bizim tərəfdən həm topdan, həm də pərakəndə olaraq satış olunur. Buyurun, bizim məhsullarımız Sərgi haqqında nə deyə bilərsiniz? Sərginin təşkilatçılarına öz təşəkkürümüzü bildiririk. Burada həm həmkarlarımızla, həm də yeni partnyor ola biləcək şirkətlərlə tanış olduq. Qonaqlar da bizə çox böyük maraq göstərdi. Həm məhsullarımızı təqdim elədik, həm də ayaqüstü də olsa satışlar həyata keçirdik. Təşəkkür edirik, minnətdarıq. Əvvəlki sərgilərdə olmusunuz da yəqin ki. Bəli, Xəzər İnşaat sərgisinin keçən ilki sərgisində də iştirak eləmişdik. Xeyli məmnun qalmışdıq. Bu il də yenidən iştirak elədik. Fərq var əvvəlki sərgilərdən bu sərgi arasında? Açığı bu il biraz daha az ajantaj gördük. Yəqin ki, növbəti günlərdə daha çox qonaq, daha çox belə deyək, misafirlə və maraqlı şəxslərlə tanış olacaq.